Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Ötən gün Azərbaycanda ölkə gündəmini sensasiyon cinayət hadisəsi baş verib. Belə ki, Tovuz rayonunda 1996-cı il təvəllüdlü həyat yoldaşı Mətanət Hacızadəni öldürməkdə şübhəli bilinən 32 yaşlı Səbuhi Hacızadənin də meyiti tapılıb. Mətanət Hacızadə ilə aralarında yaranan mübahisə zamanı Hacızadə qadının boğaz nahiyəsinə kəsici alətlə xəsarət yetirərək onu öldürüb. Hadisədən bir gün əvvəl xaricdən Azərbaycana qayıdan Səbuhi Hacızadə cinayətin motivi barədə sosial şəbəkədə video paylaşaraq açıqlama vermişdi və özünü də öldürəcəyini bildirmişdi. Qeyd edək ki, cütlüyün 3 övladı var. Hazırda 3 az yaşlının taleyinin necə olacağı, onların hansı tərəfin himayəsində qalacağı cəmiyyətdə sual doğuran məsələlərdən biridir. Burada əsas nüans uşaqların yaş faktorudur. Məhkəmə zamanı uşaqların yaşı nəzərə alınaraq onların fikirləri də soruşulur.